Salam, hər vaxtınız xeyir olsun. Mən bugün məktəb, müəllim, valideyn və şagird mövzusuna toxunacağım. Ancaq sizlərdən mənə qulaq asmağınızı yox, məni dinləməyinizi rica edirəm. Üzülərək deyə bilirəm ki, bugün ölkəmizdəki məktəblərdə sıxıntılar, problemlər və münaqişələr var. Və eyni zamanda bu mövzuda müəllimlərdən soruşanda onlar valideynləri günahlandırır, valideynlər müəllimləri günahlandırır, şagirdlər də özlərini müdafiə edirlər. Düşünün, məktəblərdə problem var, müəllim günahsız, valideyn günahsız, şagird günahsız. Ortaya isə belə bir sual çıxır: kimdir günahkar? Diqqət etsəniz görərsiniz ki, cütlüklər ailə qurandan bir müddət sonra övlad sahibi olmaq istəyirlər. Və heç bir valideyn övladsız qalmaq istəmir. Hətta bunu ağlına belə gətirmək istəmir. Övlad sahibi olduqdan sonra isə hər bir çətinliyə rağmen o övladı böyüdüb boya başa çatdırırlar. Ancaq mən ətrafımı gözləmlədiyim zaman görürəm ki, bəzi valideynlər, altını çizərək söyləyirəm, çünki ölkəmizdə həqiqətən çox mükəmməl valideyn modelləri vardır. Ancaq təəssüf ki, bəzi valideynlər var ki, onlar bir yerdən sonra övladlarına yaşından çox, yaşından artıq sərbəstçilik verirlər və onları kontrolsüz buraxırlar. Və bunun nəticəsidir ki, elə bax bu sərbəst buraxılan o övladda o andan bir rahatlıq başlayır və bugün bu rahatlığın nəticəsi gətirir, məktəbdəki problemə çıxarır. Baxın, ortada bir səbəb var. Valideynin övladını tam-tamına sərbəst buraxması, ona hədsiz sərbəstçilik verməsi. Nəticə, bu sərbəstçilikdən istifadə edən uşaqların məktəblərdə törətdiyi fəsadlar, yanlışlar, münaqişələr və daha nələr. Və mən əminliklə deyə bilərəm ki, aşırı, hədsiz sərbəstçiliklərdən, bax bu cür mənəviyyatı xəstə nəsillər ortaya çıxır, yetişir. Və bir digər tərəfdən də bütün müəllimlər məktəblərdə fəaliyyət göstərmək, çalışmaq və eyni zamanda dövlətdən əmək haqqı almaq istəyirlər. Və heç bir müəllim təbii ki, işsiz qalmaq və yaxud da işini itirmək istəmir. Və eyni zamanda bəzi müəllimlər var ki, altını çizərək söyləyirəm, çünki həqiqətən bizim məktəblərimizdə gerçəkdən dörtlük müəllimlərimiz var. Amma təəssüf ki, bəzi müəllimlərimiz də var ki, onlar özlərini yormadan, şagirdlərin üzərində işləmədən, onlara örnək, nümunə, rol model olmadan rahat gəlir və rahat yaşam əldə etmək istəyirlər. Baxın, evdəki uşaqlar və məktəbdəki şagirdlər xamdır. Mevlana demişkən, onların bişməsi lazım. Yəni, həyata bişərək atılmaları lazım, xam olaraq deyil. Bişmək üçün isə həm öyrətim, həm də eğitim lazımdır. Əminliklə deyə bilərəm ki, bugün bizim bütün şagirdlərimizin A'dan Z'yə hamısının həm öyrətimə, həm də eğitimə ehtiyacı vardır. Və eyni zamanda valideynlərimizin və bir qism müəllimlərimizin də bir hissəsinin eğitimə ehtiyacı vardır. Və bu proses eş zamanlı olaraq, yəni bərabər bir şəkildə getməlidir. Düşünün, eğitilən və öyrətilən şagird, eğitilən valideyn və eğitilən müəllim modeli bərabərdir, əla və möhtəşəm nəticə. Və unutmamalıyıq ki, valideyn sadəcə dünyaya gətirən olmamalı, müəllim də sadəcə öyrədən olmamalıdır. Təəssüf ki, bugün bir çox həm müəllim, həm valideynlər eğitimdən uzaq olduqları üçün uşaqların, yeniyetmələrin, gənclərin yalnızlığına, onların həm özlərinə, həm də çevrələrinə zərər verdiklərinin şahidi oluruq. Əgər məktəbdə müəllim eğitimlidirsə,
evdəki valideyn eğitimsizsə, nəticə yenə yarım olacaq. Yaxud evdə eğitim varsa, məktəbdəki müəllim eğitimsizsə, uşaq yenə yarım qalacaq. Çünki psixologiya elmi sübut edir ki, çevrənin insan üzərində etkisi, təsiri %50'dir. Buradan çıxan nəticə göstərir ki, əgər müəllim valideyn də müəllimi günahlandırmağa davam edərsə, bu problem inanın heç vaxt öz həllini tapmaz. Əksinə, daha da artar, daha da çoxalar. Baxın, hər şeyi nazirlikdən gözləmək olmaz. Nəticədə nazir də bir insandır. Bugün bizim hər birimizin əl-ələ verib gənclərə dəstək olmağımız lazımdır. Bunun üçün müəllim, valideyn və şagird üçbucağının qurulması lazımdır. Ölkədə uşaqlar varsa, onlara dərs keçəcək müəllim yoxdursa, bu faciədir. Çünki müəllimsiz olmaz. Eləcə də, əgər ölkədə müəllim var, uşaq yoxdursa, yenə olmaz. Çünki müəllim şagirdsiz, şagird də müəllimsiz olmaz. Bu iki ad hər zaman bərabər işlənilib. Hər zaman belə olmalı, belə də qalmalıdır. Valideynin müəllimdən, müəllimin valideyndən, şagirdlərin də həm valideynlərindən, həm də müəllimlərindən öyrənəcəkləri çox şeylər olmalıdır. Baxın, bugün təhsil nazirini, nazirliyi qınaq atəşinə tutmaq yerinə, evdə valideyn, məktəbdə müəllim, əsl mənada öz üzərinə düşəni edərsə, problemlər asqarıya iner. Evdə eğitilən bir uşaq, üstəgəl məktəbdə eğitilən şagird bərabərdir islah olunmuş, gözəl əxlaqlı, nümunəvi, örnək bir şagird modeli olaraq ortaya çıxmış olar. Baxın, şagirdlərin elm, bilik, inanc kültürü baxımından onların bir bilgi birikimi, bir bilgi deposu yoxdur. Onlar həyata həqiqətən də sıfır sərmayə ilə başladılar. Bugün onların gerçəkdən də həm öyrətimə, həm də eğitimə əsl mənada ehtiyacları vardır və eyni zamanda onların bir kılavuza, bir yol göstəriciyə ehtiyacları vardır. Onlara həm öyrətmək, həm eğitmək, həm valideynin, həm də müəllimlərin borcudur. Borcumuzu layiqincə yerinə yetirək ki, borclu qalmayaq. Sağ olun, sağlıqla qalın.